Bəli, hörmətli tamaşaçılarımız, YÖS kurslarına, SAT kurslarına hazırlıq. Biraz öncə də video çarxda da mən idim, o sözlərdə mən deyirəm və yenə də deyirəm ki, əgər siz Türkiyənin ən prestijli universitetlərinə övladlarınızın məhz orada təhsil almasını istəyirsinizsə, mütləq YÖS və SAT kurslarında hazırlaşmaları lazımdır. Və bu arada ikinci hissəmizə bax bu gözəl çiçəklərlə başlayıram və inanın ki, gözəl olduqları qədər ətirləri də bir o qədər gözəllər və buna görə də mən kimə təşəkkür edirəm? Məhz Akademiyaya təşəkkür edirəm və artıq uzun illərdir ki, məhz Akademi bizim efirlərimizdən sizin övladlarınızın yaxşı təhsil, keyfiyyətli təhsil almaları üçün buradan çıxışlar edirlər və yenə də studiyamızdadılar. Qonaqlarımızı təqdim etmək istəyirəm. Məhz Akademi Xaricdə Təhsil Mərkəzinin direktoru Mircəlal Babayev və baş mütəxəssis Günay Həsənova bizimlədilər. Sizi xoş gördük, salamlayıram sizi. Və bu mövsümdə ilk dəfədir məhz Akademi bizə gəlir. Bir daha deyirəm, xoş gəlmişsiniz. Bu gözəl çiçəklər üçün də sizə təşəkkürümü bildirirəm. Hörmətli tamaşaçılar, Mircəlal bəy məhz Akademi olaraq bunlar deməli deyərdim ki, illərdir ki, minlərlə bizim övladlarımızın riyaziyyat, məntiq, ingilis dili yaxşı, bu fənləri yaxşı öyrənib və gedib Türkiyə və ya Avropa ölkələrində yaxşı universitetləri qazanmaqda çox-çox böyük əməkləri var. Amma mən Mircəlal bəyə bir sual verəcəm. Təbii ki, məhz Akademi haqqında bir məlumat verək. Bir də neçənci sinifdən bizim övladlarımız YÖS və SAT imtahanlarına hazırlaşmalıdırlar və bunun önəmi nədir bu imtahanların? Bəli. Əvvəla bizi verilişə dəvət etdiyiniz üçün təşəkkür edirik və bizi izləyən hər kəsi salamlayırıq. Məhz Akademi adından da bilindiyi kimi məhz ingilis dilində Riyaziyyat Akademi, Riyaziyyat Akademiyası ya Riyaziyyat Mərkəzi olaraq fəaliyyət göstərir. Biz beynəlxalq imtahanlara baxdığımız zaman, məsələn YÖS olsun, SAT olsun və yaxud da Azərbaycan daxilindəki imtahanlara baxdığımız zaman riyaziyyat burada həlledici rol oynayır. Əlbəttə ki, məsələn 5-ci, 6, 7-ci sinif, aşağı sinif valideynlər soruşduğu zaman ki, müəllim biz uşağa indidən nə tədbir görək, hara hazırlaşdıraq, onun üçün nə edək? Mən deyirəm, indidən hər hansı bir imtahana hazırlaşdırmayın, amma aşağı sinifdirsə, bu uşağın riyaziyyatını və ingilis dilini yaxşı səviyyədə möhkəmləndirin ki, bu uşaq onları bildikdən sonra, yaxşı sahib olduqdan sonra istədiyi imtahan növündə başarılı ola bilir. Əlbəttə ki, məhz Akademi olaraq da biz riyaziyyat sahəsi üzrə 8 ildən çoxdur fəaliyyət göstəririk. Mən özüm İstanbul Yıldız Teknik Universitetinin Tətbiqi Riyaziyyat Fakültəsi məzunuyam. Vaxtı ilə də riyaziyyat olimpiyadısı olmuşam. Hal-hazırda da ki, riyaziyyat fənni üzrə dərslər tədris edirəm. Eyni şəkildə məhz Akademinin hədəf istiqaməti budur. Xarici ölkələrə hazırlıq, YÖS, SAT üzrə, riyaziyyat fənlərinə hazırlıq, 5, 6, 7, 8-ci sinif uşaqlara dərslərə kömək olaraq riyaziyyat, məntiq, ingilis dili keçirik. Abituriyent olan isə 9, 10, 11 siniflərə isə beynəlxalq imtahanlara, SAT, YÖS-ə hazırlaşdırmaq. Bizim fəaliyyət dairəmiz, çərçivəmiz bundan ibarətdir. Kursumuz, bəli, məhz Akademi, hörmətli tamaşaçılarımız, riyaziyyat yönümlü adından da görürsünüz. Məhz, yəni ingilis dilində riyaziyyat. Bu yöndə uşaqlarınızı istər YÖS, SAT imtahanlarına hazırlaşdırır, istər ümumiyyətlə 5-ci sinifdən yuxarı övladlarınızın riyaziyyat məntiqində biraz zəifləmə varsa, onlarla bağlı məşğələlər aparılır. Bir də beynəlxalq yarışlara hazırlıqlar məhz Akademiyada həyata keçirilir. Və mən də elə məhz Akademidən bildim ki, yəni bu verilişi apararkən bildim ki, sən demək ki, bütün fənlərin şahı, padşahı riyaziyyat imiş. Görün, siz düşünün ki, hörmətli tamaşaçılar, dünyada və Türkiyədə, yəni elə Türkiyəni mən niyə ayırıram? Çünki bizdə Türkiyə hazırlıq deyirik, bir də Avropaya falan hazırlıq. Bir çox universitetlər riyaziyyat və məntiq ingilis dili üzrə imtahanlar qəbul edərək universitetlərə tələbə qəbulu həyata keçirirlər. YÖS nədir, SAT nədir? Gəlin dərinliyinə varaq və sözü verək Günay xanıma. Günay xanım, buyurun, söz sizdədir. Əvvəla bizi izləyən hər kəsi salamlayırıq və bizi verilişə dəvət etdiyiniz üçün təşəkkürümüzü bildiririk. Sizin sualınızı belə cavablandırım ki, övladı 8, 9, 10-cu sinifdə oxuyan valideynlər əgər övladlarını Türkiyədə oxutmaq istəyirlərsə, bunun üçün Türkiyə dövlətinin xarici ölkənin vətəndaşları üçün keçirdiyi YÖS imtahanı hazırlaşdırmalıdırlar. Necə ki, bizdə Azərbaycanda orta məktəbi bitirmiş bir şagird dimin nəticələri ilə Azərbaycanın istənilən universitetinə qəbul ola bilirlərsə, eyni qayda ilə YÖS imtahanında iştirak etməklə şagirdlərimiz
Türkiyə Dövlət Universitetinin istənilən fakültəsinə, istənilən universitetinə, istənilən şəhərinə qəbul olub təhsillərini davam etdirə bilərlər. Unutmayın, Türkiyə universitetləri, digər Avropa universitetləri qəbul, yaxşı universitetləri əldə etməyin yolu YÖS və SAT imtahanından keçir. Hə, var, başqa qəbul növləri də var, amma qeyd edirəm ki, prestijli və reytingli universitetlərdən burada söhbət gedir və xüsusən də mən tibb sahəsini vurğulamaq istəyirəm ki, tibb sahəsinə qəbul olmaq üçün xüsusən YÖS imtahanı tələb olunur. Ona görə və ümumiyyətlə, riyaziyyat bilirsiniz ki, bir tək tibbdə deyil, iqtisadi bu sahələr, ixtisaslar, orada da riyaziyyat tələb olunur. Ona görə riyaziyyatının uşağının yaxşı olması üçün bir tək YÖS imtahanlarına hazırlıq deyil. Ümumiyyətlə, Mir Cəlal bəy qeyd edir ki, riyaziyyat fənni üzrə keyfiyyətli deməli, təhsil məşğələlər aparılır. Nəyə görə keyfiyyətli? Deməli, Mir Cəlal bəy özü Türkiyə universitetlərində məhz riyaziyyat bölümü üzrə mütəxəssisdir və elə bu bölüm üzrə də siz deməli, Mir Cəlal bəy, Türkiyədə də dərs demişsiniz. Mən ötən ildən bu yadımda qalıbdır. Mən İstanbulda təhsilimi almışam. Məzun olduqdan sonra orada dərshanələrdə, özəl kurslarda və fərdi olaraq şagirdlər hazırlaşdırmışam. Nəinki Türkiyə, bunun içində İran, Afrika, digər ölkə vətəndaşları da var. Mənim sahəm əsasən YÖS və SAT olduğu üçün bilirsiniz, YÖS imtahanı dünyanın bəlkə 50-dən 60-dan çox ölkəsinin girdiyi bir imtahandır. YÖS imtahanı Türkiyənin xarici ölkələrdə etdiyi imtahandır. YÖS nəticəsi ilə tələbələr gəlib Azərbaycanda, Türkiyədə təhsil alırlar. Ona görə də bir İranlı və yaxud da fərqli etməz başqa ölkə vətəndaşlarına mən bu imtahan üzrə hazırlaşdırmışam. Bir də mən bildiyim qədər, indi bunu Mir Cəlal bəydən öyrənəcək ki, məsəl üçün YÖS imtahanlarına hazırlıq da fərqli metodika ilə aparılır, elədirmi? Məsəl üçün fərqli tədris aparılır. Bunu deyək ki, bax siz YÖS imtahanlarına hazırlaşdıran bir tədris mərkəzisiniz. Bunu hər kəs edə bilərmi? İstənilən riyaziyyat müəllimi, yoxsa burada bəzi nüansları bilmək lazımdır? Vəfa xanım, hər işi mütəxəssisi görməsi daha yaxşıdır deyə düşünürəm mən onu. Əlbəttə ki, gənc kadrlara yol açmaq, təcrübəsiz insanlara yol göstərmək lazımdır. Amma bu sahə elə bir şeydir ki, bunun gənclərimizi biz alırıq. Bunların gələcəyi üçün, karyerası üçün bir mühüm rol oynayırıq burada. Müəllimlər bir şagirdin, bir insanın gələcəyində mühüm rol oynayır. Məsələn, bir nümunə verim mən sizə. 3-4 gün bundan öncə bir şagird gəldi, qeydiyyatdan keçdi. Artıq bir ildir başqa bir yerdə hazırlığa gedir. Şagird hansı kitabları bitirdiğin zaman dedim, normalda bir ilə bitirməsi gerəkən proqramı %20%, 25%-in ancaq bitirib. O da ki, tam mənimsəməyib. Bax, belə olduğu durumlarda əlbəttə ki, biz də çətinlik çəkirik. Normalda bəs riyaziyyatdır deyilir, amma elə deyil. Əslində, belə baxdığımız zaman YÖS-ün matematik deyək də, YÖS-ün riyaziyyatı ayrıdır. YÖS-də 2 fən var, sadəcə riyaziyyat və məntiq. Məntiq də şagirdlərimiz sevirdi ya, geriyə bir dənə riyaziyyat qalır. Düşünün, Vəfa xanım, YÖS imtahanında hazırlaşmaqla, sadəcə riyaziyyatla Türkiyənin istənilən universiteti, Ege Universiteti, İstanbuldur, Cərrahpaşadır, Ankaradır, İzmirdə, Ankarada, böyük şəhərlərdəki universitetlərin hamısına təhsil ala bilir. Sadəcə bir riyaziyyat fənni ilə. Və qrup varmı? Xeyr. Sadəcə riyaziyyat, YÖS imtahanına girməklə istər tibb olsun, istər mühəndislik, hüquq, hansı sahədə istiqamətlənirsə fərq etməz. Bəzən deyirik, valideynlər deyirik, mən övladımı 2-ci qrup hazırlaşdırdım, sonra çevirdim onu 3-ə, sonra 4 qərarı verdik. Artıq qrup dəyişdiyincə fənlər də dəyişir. Amma burada elə bir şey yoxdur. Yəni, bir fən hazırlaşmaqla istiqaməti son günə qədər dəyişə bilər şagirdlərimiz. Belə bir avantajı var. Bu da bir üstünlüklərindən biridir. YÖS imtahanlarına hazırlaşmağın üstünlüklərindən biri odur ki, siz son anda övladınız və ya siz qərar dəyişirsiniz, ixtisas seçimi və ya universitet, fakültə seçimi heç fərq etməz. Yetər ki, riyaziyyatı yaxşı bilsin, yaxşı mənimsəsin, bu kifayət edir. Amma həqiqətən də riyaziyyatı yaxşı bilməyin də bir çox böyük əhəmiyyəti var. Hətta mən bildiyim qədər hər şey bu həyatda riyazi hesablamalar üzərindən gedirmiş. Bunu da öyrənmişəm. Yəni, həyatımız belə riyazi hesablamalar üzərindən gedirmiş. Elədirmi? Elə bəli. İstifadə etdiyimiz sosial mediadan tutun, nəqliyyat vasitələrinin tənzimlənməsinə qədər, bizim vaxtlarımıza, hər şey bankda gördüyümüz bütün işləmlərə qədər, proseslərə qədər, hamısı riyazi hesablamalar üzərindən gedən şeylərdir. Bugün texnoloji olaraq gördüyümüz hər şeyi, kompüter mühəndisliyin
özü belə riyaziyyat biliyi sahibi olmayan bir insan istər iqtisadiyyat sahəsində olsun, istər kompüter sahəsində, proqramlama sahəsində olsun, çox da başarılı ola bilmir. Yəni uzun sözün qısası bütün yolların açarı keçir riyaziyyatdan. Belə desəm abartmış olmuram. Yəni Yox, abartmış olmur. Həqiqətən də eləncədir. Yəni bu bir reallıqdır. Bəli. Riyaziyyat da elə bir fəndir ki, əslində düzünü deyim, etiraf edim, Mircəlal bəy, düzdür. Demərəm ki, mən məktəb illərində riyaziyyatdan çox pis oxumuşam, amma çox da mənə asan şəkildə alınmadı, əldə edə bilmirdim. Vəfa xanım, o da var. Məsələn, riyaziyyat deyirik biz, amma siz deyək ki, misal üçün bir aparıcısınız. Burada xitabətdir, danışmaqdır, gözəldir. Onu bacardıqdan sonra burada riyaziyyat çox bir rol oynamır. Amma bir şey var. Əgər riyaziyyatı yaxşı oxumusunuzsa, düşünün ki, evdə övladlarınızın riyaziyyat dərsini siz özünüz rahatlıqla edə biləcəksiniz, köməklik edə biləcəksiniz. Valideynlər narahat ola bilər burada ki, mənim övladım bəzən də olur. Yəni biz görürük, indiki dövrdə yox, əvvəlki dövrdə vardı. Sən niyə riyaziyyatı öyrənmirsən? Əlbəttə ki, bu bilirsiniz necədir? Bu biraz qabiliyyət məsələsidir. Yəni bu doğuşdan gələn bir şeydir. Yəni uşaqları sonradan qazanılan bir şey deyildir. Onun əgər beynində varsa, riyazi təfəkkürü varsa, o inkişaf edib ortaya çıxacaq. Sadəcə yetərli, önəmli olan onu inkişaf elətdirə bilməkdir. Məsələn, bizə müraciət edən valideynlər var. Deyir ki, övladım Türkiyədə oxusun. Biz onu nə edirik? Öncə valideynlə danışırıq, sonra şagirdlə danışırıq. Mən hər zaman şagirdin valideynlərlə bir yerdə gəlməsini tərəfdarıyam. Çünki o uşağa, şagirdə mən müəyyən suallar verirəm ki, sən nə olmaq istəyirsən? Günlük nə ilə məşğulsan? Məsələn, valideynə verdiyim sual verir. Sizin övladınız günlük nə ilə məşğuldur? Deyir, məsələn, rəsm çəkir, mahnı oxuyur evdə öz-özünə. Məsələn, bu bir qabiliyyətdir. Ola bilsin ki, bu incəsənət yönümlüdürsə, biz onu Türkiyədə şərt deyil, yəni riyazi düzdür. Riyaziyyatdan imtahan verirlər, məntiqdən imtahan verirlər, amma az balla da olsa o istiqamətə yönləndiririk. Bizdə bilirsiniz, attestatla təhsil də davam edir. Bəli, bu haqda da danışacaqdıq. Mircəlal bəy, mən çox üzr istəyirəm. Günay xanıma söz vermək istəyirəm. Çünki siz bilirəm ki, kampanyalar həyata keçirirsiniz ki, bizim övladlarımızın çoxu təhsil ala bilsinlər, sizin kurslardan da yararlana bilsinlər. Buyurun, Günay xanım. Əvvəla YÖS haqqında məlumat vermək istəyirəm ki, YÖS yabancı öyrənci sınavının qısaldılmış formasıdır və Türkiyə 1981-ci ildən günümüzə qədər may-iyun aylarında dünyanın 100-dən çox ölkəsində keçirir bu imtahanı və bu imtahan nəticəsi ilə Türkiyə xarici ölkənin vətəndaşlarını öz dövlət və özəl universitetlərində tələbə kimi qəbulunu həyata keçirir və son zamanlarda da valideynlərimiz övladlarını xarici ölkələrdə oxutmaq istədiklərini görürük və bu xarici ölkələrin başında da təbii ki, Türkiyə gəlir. Niyə Türkiyə? Çünki Türkiyə həm qardaş ölkədir, həm dilimiz eynidir, həm də yaxınlıq baxımından ən çox tərcih edilən ölkələrdəndir. Və təbii ki, onu da xüsusi olaraq vurğulayım ki, Türkiyənin keyfiyyətli təhsildə burada əsas rol oynayır. Bizim kursumuzda YÖS dərsləri tədris olunur. Mircəlal müəllim o haqda geniş məlumat verəcək sizə. Bəli, YÖS dərsləri, YÖS imtahanlarına hazırlıq. Təbii ki, biz bu haqda danışdıq. Amma kampanyalarınız varmı? Yəni Bəli, kampanyalarımız da var. Hal-hazırda kursumuza endirimli, 50%lik endirimli kampanyamız var və valideynlərimiz, şagirdlərimiz bizə müraciət edərək bu endirimli kampanyadan yararlana bilərlər və onu da qeyd edim ki, endirimli kampanyamız iyun ayının sonuna kimi davam edəcək. Nə gözəl, yəni iyun ayının sonuna qədər sizə çox böyük vaxt verir məhz akademi ki, 50% güzəştlə övladlarınızı bütün istiqamətlər üzrə, istər YÖS, istər sadə, yəni riyaziyyat hazırlıqları və istər abituriyentlər üçün 50% çox böyük güzəştdir. Hörmətli tamaşaçılar, siz də mən düşünürəm ki, yararlanın övladlarınızın savadlı olması üçün bu endirimdən mütləq yararlanın. Buyurun. Xanım, kursumuz bizim çox rahat bir yerdə, Nizami metrosunun həmən yaxınlığında yerləşir. Nizami metrosunun arasında bir 50 metrlik, 100 metrlik məsafə var ya yoxdur. Və belə deyim, yəni bizi izləyən xalqımız deyək də, 5-ci övladı 5-ci, 6, 7-ci sinifdə oxuyursa, əgər bunlar deyirsə, hələ tezdir, mən nə edirəm abituriyent hazırlığı, hələ onlara məsləhətimiz odur ki, riyaziyyat, ingilis dili və məntiq üzrə, 3 fən üzrə hazırlaşdıra bilərlər. Bizdə paket var. Aşağı siniflər üçün 5-ci, 6, 7-ci sinif və 8-ci sinif üçün riyaziyyat, məntiq və ingilis dilinə hazırlıq. Biraz əvvəl izahım verdiyim kimi, niyə riyaziyyat, niyə məntiq və niyə? Çünki SAT hazırlığı da olsun, istər YÖS hazırlığı olsun, istər Dövlət İmtahan Mərkəzinə hazırlıq olsun, mütləq və mütləq riyaziyyat burada rol oynayacaq. Hətta deyək ki, orada rol oynamazsa belə, gələcək həyatında hansı sahəni seçsə, peşəni seçsə belə, mütləq və mütləq universitet həyatında da olsa, riyaziyyatdan 1-2 dərs də olsa görmüş olacaq. Uşaqlarınızın təməlini sağlam tutmaq istəyirsinizsə, aşağı sinif valideynləri Nizami metrosunun yanında yerləşir həmən 5, 6, 7 sinif şagirdləri riyaziyyat, məntiq və ingilis dili kampaniyamız var. Hətta yayda deyim, iyunun 20-sindən başlayıb
iyulun sonuna kimi davam edən bizim bir riyaziyyat yay kampımız var. Riyaziyyat yay kampımızı yayda dəyərləndirə bilərlər valideynlər. Vaxtımız çox azdır. Bir də siz bundan əlavə atistatla da Türkiyə universitetlərinə qəbul həyata keçirirsiniz. Bu haqda danışaq. YÖS-ü də unutdum deyim, YÖS də deyim. YÖS-dəki 9-11-ci sinif valideynlər əgər övladını Türkiyədə hazırlaşdırmaq istəyirlər ki, getsin Türkiyənin prestijli universitetində təhsil alsınsa, bunun gediş yolu YÖS-dür. YÖS də dediyim kimi riyaziyyat və məntiq. Ondan da kampaniyamız davam edirlər. Bizə yaxınlaşıb qeydiyyatdan keçə bilərlər. Və bir gecikmiş valideynlər deyək də biz onlara övladı 11-ci sinifdədir və yaxud da rayondan bizi izləyirlər valideynlər. Deyir ki, mən gec qalmışam artıq, mənim övladım imtahan verib və yaxud da ki, imtahan verib, verməyib, axırı imtahanı müəyyən səbəbə görə zəif olub, istədiyimiz fakültə yoxdur və yaxud da universitetə girə bilməyəcək deyən valideynlər varsa övladım, onlar da narahat olmasınlar, onlar da bizə müraciət etsinlər, sadəcə atestatı ilə bizə müraciət etsinlər. Biz onlara Türkiyənin dövlət universitetlərinə, bir çox universitet var ki, onlara sənədlərini yollayıb qəbullarını ala bilərik. Bəs atestatı olmayanlar, indi hal-hazırda atestatı yoxdur hələ ki, amma yenə də Türkiyə getmək istəyir. Atestatı olmayanlar məktəbdən arayış alırlar ki, bu şagird həqiqətən bu məktəbin tələbəsidir, şagirdidir. Onunla bizə müraciət etdiyi zaman biz onunla da qəbul ala bilərik. İndi gec deyil, tam zamanıdır, kampaniyalarımız da vardır. Yəni Türkiyədə heç bir imtahan verməkdən atestatla təhsil almaq istəyən valideynlər də bizə müraciət edə bilərlər. Mir Cəlal bəy, biraz öncə də qeyd etdiniz ki, atestatla Türkiyə universitetlərinə qəbul həyata keçirirsiniz, amma bilirsiniz ki, bizim valideynlərimizin bəzi sualları yaranır bu mövzu ilə bağlı ki, atestatla təhsil qanunidirmi? Bizim övladlarımız bu atestatla təhsil alsa universitetlərdə diplomlar təsdiqlənəcəkmi? Bu haqda nə deyə bilərsiniz? Vəfa xanım, atestat özü də bir imtahan nəticəsinə alınmış bir diplomdur və Türkiyə lisə diploması deyirlər. Onunla qəbul etdiyi zaman nəzərə alır ki, bu şagird 11 il təhsil alıb və Türkiyə, Azərbaycana bu imtahanı veribsə, demək ki, bu məktəbi bitirib bu diplomu alıb. Yəni biz atestatı normal şəkildə baxırıq, amma dünya səviyyəsində beynəlxalq olaraq bunu bir imtahan nəticəsi olaraq, 11 il təhsil nəticəsi olaraq qəbul edirlər. Ona görə diplomlar, yəni atestatla gedən bir şagirdlə, YÖS-lə gedən və yaxud digər imtahan şəklində gedən şagirdlərdən heç bir fərqi yoxdur. Eyni sırada otururlar, partiyada otururlar və təhsil alır. Məzun olduqdan sonra diplomları da Azərbaycanda tanınır. Hətta əlavə olaraq bəzən valideynlər var ki, oğlan uşaqları üçün əsgərlik olaraq düşünürlər. Əsgərlikdən əlbəttə ki, möhlət hüququ ala bilirlər. Çünki bunlar qanuni olaraq, legal olaraq Türkiyə Dövlət Universitetində təhsil alırlar. Diplomları da Azərbaycanda tanınır və əsgərlikdən möhlət hüququ ala bilirlər. Və çox qısaca siz qəbul etdikdən sonra, məsələn, onların sənədləşmə işləridir, orada yerləşmələridir. Bu məsələlərlə də maraqlanırsınızmı? Sənədləri bizə təqdim edirlər. Sənədi təqdim etdikdən sonra onların qəbulunu alırıq. Qəbul aldıqdan sonra Türkiyəyə yola salınması, orada qarşılanması, yataqxana ilə təmin olunması, miqrasiya xidmətlərinin hamısı Məhz Akademi tərəfindən həyata keçirilir. Valideynə heç bir yük düşmür. Şagirdi gedib orada birbaşa dərsə başlayır rahat bir şəkildə. Aha, yəni siz əziz valideynlərimiz bəzi sənədləri təqdim edirsiniz, Məhz Akademi sizin əvəzinizə bütün işləri görür və son olaraq Günay xanım, kampanyanızı bir daha xatırladın zəhmət olmasa. Bizim hal-hazırda kursumuza 50% endirimli kampaniyamız var. Valideynlərimiz, şagirdlərimiz bizə müraciət edərək bu endirimli 50%li endirimli kampaniyadan yararlana bilərlər və onu da qeyd edim ki, 50%li endirimli kampaniyamız iyun ayının sonuna kimi davam edəcək. Hansı nələrə şamil olunur yəni bu 50%? YÖS, SAT, atestat hamısına. Yəni bütün xidmətlərimizə şamil olunur və tələsin hörmətli tamaşaçılarımız Məhz Akademi böyük bir endirim kampaniyası elan edir. İyun ayının sonuna qədər istər riyaziyyatdan hazırlaşmaq istəyənlər, istər YÖS, SAT, hətta Türkiyədə atestatla təhsil almaq istəyənlər üçün də xidmətdə yəqin ki, xidmət haqqında 50% kifayət qədər böyük bir məbləğdir. Ona görə müraciət edə bilərsiniz. Və bir daha xatırladım ki, hörmətli tamaşaçılarımız, bizim studiyamızın qonaqları Məhz Akademi Xaricdə Təhsil Mərkəzinin direktoru Mir Cəlal Babayev və Məhz Akademidə baş mütəxəssis olan Günay Həsənova idilər.